Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Qubadlı rayon bölməsinin işçilərini təbrik edərək qeyd edib ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yaradılmasında əsas məqsəd, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır. Rayon rəhbəri səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmağı və üzərlərinə düşən məsul şərəfli işdə uğurlar arzulayıb. Daha sonra səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Qubadlı rayon bölməsinin rəisi Asəf Namazov və digər çıxış edənlər bildiriblər ki, müstəqil Azərbaycan dövlətinin silahlı qüvvələri bugün ən inkişaf etmiş ordulardandır. Ulu Öndərin bu sahədə başladığı işləri bugün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirərək 44 günlük vətən müharibəsində Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı nəticəsində işğal olunmuş torpaqlar azad edilib və ərazi bütövlüyümüz tam təmin olunub. Natiqlər şəxsi heyəti təbrik edərək onlara uğurlar arzulayıblar. Sonda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Qubadlı rayon bölməsinin əməkdaşlarına təbrik ünvanlayıb. İcra Hakimiyyətinin və səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Qubadlı rayon bölməsinin fəxri fərmanları təqdim olunub.